Salam, bugün Masallı İmtahan Mərkəzinin 11-ci siniflər üçün hazırladığı 3-cü buraxılış suallarının izahını verəcəm. Deməli, 61-ci suala baxaq. X kvadrat çıxılsın 2x çıx 15 kiçik 0 bərabərlisinin tam əllərinin cəmi tap. Bunun kökləri x1 bərabərdir 5, x2 bərabərdir -3. Vuruqlar şəklində yazanda x çıx 5, x üstə gəl 3, kiçik 0-dan. Deməli, bizim şərtimiz var idi uşaqlar. Ax kvadrat plus bx plus c kiçikdir 0-da. Əgər a-sı 0-dan böyük diskriminantı 0-dan böyükdürsə, bunun həllər çoxluğu olacaqdı nə? x1 ilə x2 aralığında. İndi burada da intervalı çəkib də göstərə bilərik. -3, 5, heç birisi daxil deyil. Müsbət, mənfi, müsbət. Mənə də kiçik aralıq lazımdır. -3-dən 5-ə qədər. Həllər çoxluğu -3, 5 oldu. Bu tam həllərin cəmini soruşur. -2, -1, 0, 1, 2, 3, 4. -2 ilə 2, -1 ilə 1 getsə, 3 ilə 4 toplayanda 7 eləyəcək cavabımız C variantı. Növbəti suala baxaq. 62-ci suala baxaq. 62. Deməli, kök altında 3-cü dərəcədən 13 çıxılsın kök altında 44 bölünsün. Kök altında 3-cü dərəcədən 13 üstə gəl 2 kök altında 11. Üstü -1. Üstü -1. Demək inşallah mənfi üstü kəmiyyət kəsrə bərabərdir. Bərabərdir. Kök altında 3-cü dərəcədən 13 çıxılsın kök altında 44. Bu 1 bölünsün olacaq və kəslərin bölünməsində də məxrəcin sürət yerindəsə ilə bu vurulsun olacaq kök altında 3-cü dərəcədən 13 üstə gəl 2 kök altında 11. Və dərəcələr eyni olduğuna görə bir kökün altına salsaq, bir fərq bizəm yaranacaq. 13 çıxılsın kök altında 44. 13 üstə gəl 2 kök altında. Şöyle burada 2 kök altında 11, onun 2'nin kökün altına salsa kvadratla gələcək. Onsuz da 2 kök altında 44 eləyəcək. Bağladıq kökü. Bərabər kök altında 3-cü dərəcədən bir fərq bizəmdir. Yəni a kvadrat 169 çıxılsın kökdə 44-ün kvadratda 44. Bu da bərabər kök altında 3-cü dərəcədən 125. Bu da bərabər kök altında 3-cü dərəcədən 125 5-in kubudur. 3-lər getdi kökə apardı. Cavabımız oldu 5'e bərabər C variantı. Növbəti. 63-cü suala baxırıq. 63-də deyir ki, y bərabər -2x funksiyasının qrafikinə paralel olan y bərabərdir kx plus b funksiyasının qrafiki 4 -6 nöqtəsindən keçərsə k vur b hasilini tapın. Deməli, funksiyanın qrafikinin qarşılıqlı vəziyyətində əgər bu qrafiklər paralel olarsa, deməli k1 əmsalı, buzaq əmsalı k2-yə bərabər olmalıdır. b1, b2-dən fərqli olmalıdır. Deməli, onda bizim növbəti funksiyamız ki var. Y bərabərdir. K-sı eyni olacaq. -2 olacaq yenə də. -2x plus b olacaq. Və bizə nöqtələr ki verib x-in 4, y-in 6 qiymətində. X-ə 4, y-ə 6 verir, -6 veririk. Onda olacaq -2-ni 4-ə vuranda -8 üstə gəl b bərabər -6. B də buradan bərabər olacaq 2-yə. B-ni 2 tapdıq. K da bucaq əmsalı ilə əvvəlki funksiya ilə eyni idi. Çünki paralel idi. Bizdən də k vurulsun b hasilini soruşur. -2 vurulsun 2 bərabərdir. -4 olacaq cavabımız A variantı. Növbətiyə baxaq. 64-cü suala baxaq. 64-də deyir ki, 4x bərabərdir 77 tənliyinin kökünün tam hissəsini tap. Demək olar 4-ün qüvvətlərinə baxaq. 4 üstü 1, 4-dür. 4 üstü 2, 16-dır. 4 üstü 3, 64-dür. 4 üstü 4. Bir dənə də 4-ə vuranda 16, 1 yerdə 24, 25. 256. Baxırıq ki, bu 77. Fikir verin uşaqlar, 64 ilə 256-nın arasındadır. Deməli, 4 üstü, yəni bu 77 böyükdür 4 üstü 3-dən, kiçikdir 4 üstü 4-dən. Deməli, yerləşir nə ilə? Bizdən x-i soruşduğuna görə yerləşir 3 və 4 arasında. 3 və 4 arasında da tam hissəsi 3 olacaq, doğru cavab A variantı. Yəni bu 3 tam neçəsədir, indi dəqiq qiymətini bilmirik. Növbəti. 65-ci suala baxaq. Aha.
65. 65'te deyir ki, y bərabərdir kök altında x üstəgəl 36 funksiyasının qrafikinin absis və ordinat oxlarla kəsmə nöqtələri uyğun olaraq A və B-dir. Deməli uşaqlar, A nöqtəsinin koordinatı absis oxu ilə kəsişirsə x-i var, y-i 0-dır. B nöqtəsinin koordinatı isə ordinat oxu ilə kəsişirsə x-i 0-dır, y-i var. İndi burada hər birisinin qiymətini yerinə qoysaq, bax, y-in yerinə 0 qoysaq, kvadrata yüksəlsək, x plus 36 0 olur, x bərabər olur -36. Deməli, A nöqtəsinin koordinatı olacaq x-in -36, y-in 0 qiyməti. Burada xətt çəkim ki. Sonra B nöqtəsinə baxırıq. B nöqtəsində də x-i 0-dır. Y-in yerinə 36 yazırıq. Üzr istəyirəm. Y-in qiyməti var da hər hansı bir. Onda y bərabər olur kök altında 0 üstəgəl 36. 36 ilə 36-dan da 6 kök çıxır. Deməli, B nöqtəsində koordinatı x-i 0, y-i 6 olur. Bu iki nöqtəni tapdıq. İndi keçirik növbətiyə. Y bərabərdir kök altında x çıxılsın 2. Yenə də absis və ordinat oxlarla kəsməkləri C və D-dir uyğun olaraq. Onda C absis oxu ilə kəsişirsə x-i var, y-i 0-dır. D isə ordinat oxu ilə kəsişirsə x-i 0-dır, y-i var. Deməli, bir dəfə y-in yerinə 0 qoyuruq, tapırıq x-i. Onda kök altında x çıxılsın ki 0-dır. Kök altında x bərabərdir 2, kvadrata yüksəlsə x 4 olur. Deməli, x-i 4, y-i 0 oldu. İndi bir dəfə də x-in yerinə 0 qoyuruq, y-i tapırıq. X-in yerinə 0 qoysaq, onda y bərabər olacaq 0 çıxılsın ki, yəni -2. Onda x-i 0, y isə -2-yə bərabər olacaq. Və koordinat oxu çəkək. X oxu və y oxu. Deməli, bizim uşaqlar 4 dənə nöqtəmiz var. A, B, C və D. A nöqtəsinin koordinatı x-in -36, y-in 0 nöqtəsidir. Bu oldu A nöqtəsi. B nöqtəsi x-in 0, y-in 6 qiymətidir. Hadisə deyək ki, buralardadır. Bu da B nöqtəsidir. C nöqtəsi x-in 4, y-in 0 olan nöqtəsidir. Bu C nöqtəsidir. D nöqtəsi də x-in 0, y-in -2 olan qiymətidir. Bu da D-dir. Və bunları birləşdirsək, belə bir dördbucaqlı alarıq. Tam alındıra bilmədik, baxaq. Burada da bizdə düzbucaqlı koordinat sistemi olduğuna görə bu ronddur da, diaqonallara perpendikulyarsı da ronddur. İndi bizdə sahəsini soruşursa əgər, rondun sahəsi S bərabərdir, diaqonalları hasilinin yarısıdır. İndi baxırıq uşaqlar, buradan bura qədər məsafə 6 vahiddir, buradan bura qədər məsafə 2 vahiddir. Onda bir diaqonalı ümumi oldu 8, yəni 8 vurulsun. Digərinə baxırıq. Buradan bura qədər məsafə 36 vahid, çünki məsafə mənfi olmuş. Digər tərəfdə 4 vahid. Cəmi oldu 40. Yəni 8 vurulsun 40 bölünsün 2. Bu deyir 4 qaldı. 4-ü 40-a vuranda 160 kvadrat oldu. Cavabımız A variantı. Növbətiyə baxaq. Altıncı suala baxaq. Çəkiş şəkli 66. A, B, C, AD və BH 90 dərəcə veribdir bizə. İndi bizə deyir ABC üstbucağında bucaq DAC 10 dərəcə. DAC bax burada uşaqlar 10 dərəcədir. BCA 40 dərəcə. BCA-nı da verib bizə 40 dərəcə. Deməli 10, 40, 50 elədir. Bu bucaq oldu 130 dərəcə. 130-un da qonşusu 50 dərəcədir. Və bu ştrixlədim düzbucaqlı üstbucaqdır. İti bucaqların cəmi 90 olmadı. 50-si varsa 40 dərəcəsi çatmır. AH da HD-yə bərabərdir. Əgər AH HD-yə bərabərsə, həm də hündürlükdürsə, deməli bu bərabər yanıdır. Həm də tənböləndir. Tənbölənsə, deməli digər tərəfdə 40 olacaqdır. Bizdən ABC bucağını soruşur. Bucaq ABC, yəni ikisinin bir yerdə cəmi soruşur. Cavab olacaq 80. A variantı.
Növbəti 67-ci suala baxırıq. Deyir, hündürlüyü 12 bucağın tangesi 1,2 olan bərabər yanlı trapesiyanın. Bir bərabər yanlı trapesiya çəkək. Deməli, hündürlüyü 12-dir. Hündürlük çəkirik. 12-dir. İti bucağının tangesi. İti bucaq budur uşaqlar. Buna bir alfa desək, yəni tangens alfa bərabərdir 1,2-dir. 1,2 uşaqlar 10-da 12-dir. İxtisar etsək 5-də 6-dır. Bucağın tangesi də nəyə bərabər idi? Qarşıdakı katetin, qarşı katetin bitişik katetə nisbəti. Söhbət budur, bucaqlı üç bucaqdan gedir. Qarşı katet onda olacaq 6K, bitişik olacaq 5K. Bax, bu olacaq 6K, digər tərəf olacaq 5K. Yəni 6K bərabərdir 12-yə, K bərabərdir 2-yə. Bura 2 olsa deməli 10 oldu. İndi inşallah bunları silirəm ki, təzədən bax, buranı mən 10 tapdım. Bax, buranı tapdım 10. Digər tərəfi 10'su da bilirdi ki, 12 idi. Bundan işimiz yoxdur. İndi buranı 10 tapmışam. Deyir ki, trapesiyanın diagonalı yan tərəfə perpendikulyardır. Bax, diagonal çəkirik. Yan tərəfə perpendikulyarsa, burada bir düzbucaqlı üçbucaq yaranır və düzbucaq trapesiyanın hipotenuza hündürlüyü endirilib. Trapesiyanın böyük oturacağını soruşur. Mən bir bura x desəm, deməli düzbucaqlı üçbucaqda tutaq ki, adlandırsaq A, B, C, D. ABD düzbucaqlı üçbucağında deyək ki, BH hündürlükdür. Onda hündürlüyün kvadratı, yəni BH-ın kvadratı bərabərdir hipotenuzun ayrılmış hissələrinin hasında AH vurulsun HD'yə. Yəni 144 bərabərdir, BH 144'dür. AH 10'dur, HD'də x demişəm. X bərabər oldu 144'ü 10'a böləndə 14,10'dur. Bizdən də trapesiyanın böyük oturacağını soruşur, yəni AD-ni soruşur. O da AH ilə HD'nin cəminə bərabərdir. AH 10'dur, HD də x idi, yəni 14,10'dur. Toplayanda 24,4 verir. Doğru cavab C variantı. Növbəti 68-ci suala baxaq. İfadə ilə bölgən qiymətin tapılmasıdır. Deməli 68. Test toplusu birinci hissədə var uşaqlar bu. A kvadrat plus 5'in kvadratı üstəgəl B kvadrat çıxı 8'in kvadratı üstəgəl C kvadrat çıxılsın 7'nin kvadratı çıxılsın 2. Ən kiçik qiymətini soruşur. Deməli uşaqlar burada üstəgəl olduğuna görə bunun hamısını sıfıra apara bilmərəm. Çünki 5'i atsaq sağ tərəfə kvadrat mənfiyə bərabər olacaq. Əgər üstəgəl varsa təkcə bunun üzrünü sıfıra aparıram. 5 qalır 5'in kvadratı. Burada çıxma varsa mənim 8 sağ tərəfə atsaq bunun ən kiçik qiyməti 0 ola bilər. Çünki kvadrat hər hansı müsbətə bərabər ola bilər. Həmçinin burada da sıfıra getdi. Deməli üstəgəl yox, artıq çıxılsın 2 qaldı. Yəni 25 çıxılsın 2, cavabımız olacaq 23. A variantı. Növbət suala baxaq. 69-cu suala baxaq. Görək 69 nədir? 69. M-in hansı qiymətində x kvadrat çıxılsın, m(x) üstəgəl 6 bölünsün x minus 3 kəsilir, ixtisar olunandır. Deməli, uşaqlar, ixtisar olunursa, deməli, x minus 3 bu çoxhədlinin bölənidir. Yəni, vuruqlarından biridir. Çoxhədlinin vuruqlarından biridir, çoxhədlinin qiymətini sıfıra çevirən qiymətidir. Yəni, x çıx 3'ün kökü 3 desək, əksin fərz edəsək. X-ların yerinə 3 qoyuruq. 3'ün kvadratı çıxılsın, m vurulsun 3 üstəgəl 6 sıfıra çevrilməlidir. Yəni 9 çıxılsın 3m üstəgəl 6 bərabərdir sıfıra. Buradan 3m bərabərdir 15'ə, m də bərabər olacaq 5'ə. Deməli m-in 5 qiymətini bu çoxhədli ixtisar olunandır. Yəni bu ümumiyyətlə kəsir ixtisar olunandır. 69-70-ci suala baxırıq. 70'də deyir ki, düzgün dördbucaqlının düzgün dördbucaqlı nəzərinizdə olsun ki, kvadratdır. Çünki bütün tərəfləri və bütün bucaqlar bir-birinə bərabərdir. Düzgün dördbucaqlının tərəfinin uzunluğu 6'dır. Yəni bütün tərəfi 6'dır. Çünki kvadratdır ona görə. Və xaricini seçmiş çevrənin uzunluğunu tap. Birincisi, kvadratın xaricini seçmiş çevrənin radiusu diagonalın yarısına bərabərdir. Və kvadrata da diagonal çəksək, ümumiyyətlə kvadratın diagonal düsturu D bərabərdir, A kök altında 2'dir. Onda mən diagonalın yerinə A kökdə 2 yazsam, bölünsün 2 bərabərdir. A da kvadratın tərəfidir. A-nın yerinə 6 yazsam, olur 6 kökdə 2 bölünsün 2. 6 ilə 2 getdi, 3 qaldı. 3 kökdə 2 qaldı daha doğrusu.
İndi bizdən radiusu tapdıq 3,2, çevrənin uzunluğunu soruşuruq. Çevrənin uzunluq düsturda L bərabərdir 2 pi yerdir. Yəni 2 pi vurulsun, R-in yerinə 3,2 yazıram. Olur 6 kök altında 2 pi, doğru cavab B variantı. Növbəti 71-ci suala baxaq. Şöyle 71 nə deyir bizə? 71. Silsilə vuruğu Q bərabərdir 5-də 3 olan sonsuz həndəl silsilənin cəmi 45 isə onun ilk həddini tapın, yəni B1. Sonsuz azalan həndəl silsilənin cəmi düsturu B1 bölünsün 1 minus Q-dür. Demək uşaqlar, buradan B1-i tapmaq üçün S-i vurmalıyıq 1 minus Q-yə. S də bizdə 45-dir, vurulsun 1 çıxılsın, Q də 5-də 3-dür. Yəni 45 vurulsun 5-də, 5 birin 5 çıxır 2. 5 ilə 45 etir 9, 9 2-nin cavabımız oldu 18-ə bərabər A variantı. Növbəti 72-ci suala baxırıq. Fx bərabərdir x kvadrat plus 4 bölünsün x kvadratı funksiyasının qiymətlər çoxluğudur. Mesela qiymətlər çoxluğu y-in aldığı qiymətlər çoxluğudur. Ən böyük ən kiçik qiymətini tapmalıyıq. Mən belə bir şey eləyərəm burada x kvadratda, x kvadratın x kvadratına vurub üstünə 4 gəldim, x kvadrat üstəlik 4. Ən kiçik qiyməti 0-dır, qaldı burada 4. Onda qiymətlər çoxluğu oldu 4-dən müsbət sonsuzluğa. Bu belə. Çünki 4-dən kiçik qiymət ala bilməyəcək. Ona görə doğru cavab D variantı. 72, 73-cü suala baxırıq. 73. Deməli, çevirə çəkirik. Mərkəz qeyd edirik. Böyle. B, A, D, C, o çevrənin mərkəzi Y. Bu da N qövsüdür. DNC qövsü. Mərkəzi O nöqtəsindən çevrədə AB, AD-yə bərabərdir. AB, AD-yə vətərlər bərabərsə aşağılar, onların aydın qövsülər də bərabərdir. CYD 30 dərəcə. CYD-ni verib bizə 30 dərəcə, CND qövsünü tapın. Deməli uşaqlar, burada daxilə çəkilmiş bucaqlarımız da olacaq. Daxilə çəkilmiş bucaqlar da olacaq. Mən B nöqtəsindən bir dənə D-yə vətər indirirəm, vətər çəkirəm və bu bərabər yanlı oldu. Bərabər yanlı oldusa, belə deyək ki, bura alfa olsa, burada alfa olacaqdır. Otacaq iki bucaqlar bərabərdir. Əgər B bucağı alfadsa, onun qövsü 2 alfa olacaq. D bucağı alfadsa, onun qövsü 2 alfa olacaqdır. Və başqa görək neyniyək, burada. Bizdə haranı alfa veribdir, bir dəqiqə C7, CND-ni soruşur, alfa dedik, yaxşı. 2 alfa, burada bir beta deyək, uşaqlar, bura beta desək, onda onun qövsü beta bölgü olacaq, onda gəl 2 beta deyək bura. Bura 2 beta desəm, onun daxilə çəkilmişi olacaq beta. Və bir qaydamız var ki, uşaqlar, burada bucaq B, üst bucaq B, D, Y-də alfa bu üç bucağın xarici bucağıdır. Üç bucağın da bir xarici bucağı ona qonşu olmayan iki daxilin cəminə bərabərdir. Yəni beta ilə 30-un cəminə bərabərdir. Bir tərəfdən də nəyə bilirəm aşağılar? BC diametri yarım qövsə ayırıb çevrəni, yəni 180-də kimlərin cəmi? 2 alfanın, 2 betanın cəmi bizə verməlidir 180 dərəcəni. Görək, 2 alfa üstə gəl. 2 alfa deyəndə gəl belə deyək də 4 alfa üzərinə gəl 2 beta bərabər olmadı 180-ə. Bunun hər tərəfini 2-yə bölsək, alfa plus 2 alfa plus beta bərabərdir 90-a. Və burada da uşaqlar, alfanın qiyməti varımızdır. Gətirib yerinə yazsaq, 2 vurulsun, alfanın yerinə beta üstə gəl 30 yazıram, üstə gəl beta bərabərdir 90-a. 2 beta üstə gəl 60, üstə gəl beta bərabərdir 90-a. 3 beta bərabərdir 60-ı atdıq sağa, çıxıldı elədi 30. Beta da bərabər oldu 10-a. Bizdən soruşur uşaqlar CND qövsünü. CND qövsünü isə 2 beta demişdim.
CND qövsü bərabərdir 2 betdə idi. Yəni bərabərdir 2 vurulsun betdən yerinə 10 qoysam cavabımız olacaq 20 dərəcə C variantı. Növbəti suala baxalım. 74-cü suala baxaq görəklə. 74 nə deyir bizə? Deməli, x bərabərdir kök altında 3-cü dərəcədən 7, üzərinə gəl 1 olarsa, x kubu çıxılsın, 3x kvadrat üzəri 3x çıxılsın 1 ifadəsinin qiymətini tapmışıq. Diqqət eləsəz bu, kublar fərqinin açılışıdır. Yəni, fərqin kubudur. X çıxılsın 1-in mötərizə kubudur. Birincinin kubu, birincinin kvadrat vurmaq, ikincinin 3 misli, üstəlik birinci vurmaq, ikincinin kvadratının 3 misli çıxılsın ikincinin kubu, bəli. Və x-in yenə bu qiyməti yazsaq, yəni kök altında 3-cü dərəcədən 7 üstə gəl 1x-in yenə yazıram, bir dənə çıxılsın, birimiz var, 3. Mənfi 1 ilə 1 getdi, qaldı kök altında 3-cü dərəcədən 7-nin kubu. Kubla kub getdi, kök apardı, cavabımız oldu 7-yə bərabər. Növbəti 75-ci suala baxaq. Deyir, bərabəryanı trapesiyanın kör bucağının tənviləni yan tərəfinə paraleldir. Bir bərabəryanı trapesiya çəkək. Bərabəryanı trapesiyanın kör bucağının tənviləni yan tərəfə paraleldir. Bax. Belə bir paralellik çəkib və tənviləndən söhbət gedir. Alfa, alfa. O dəqiqə buraya yazıram ki, alfa çünki daxili çəkilmiş bucaqlardır. Daxili çarpaz bucaqlardır. Daha doğrusu yan tərəfə paralel olub, trapesiyadan perimetrə 36 olan romb ayırır. Deməli, bu rənglədiyim yer ki var, uşaqlar. Bu rombdur. Rombun da bütün tərəfləri bərabərdir. Əgər perimetr 36-dırsa 4 bərabər tərəfi var. Hərəsinə düşdü 9 cm. 9, 9. Və bu bərabər yanlı olduğuna görə bu tərəfdə 9 olacaqdır. Sonra nə deyir? Trapesiyanın perimetrini tapın deyir. İndi baxır uşaqlar, bura alfadır, bura alfadır. Burada alfadırsa, bax bu üç bucaq da onda bərabər yanlı üç bucaq. Çünki oturacağını iki bucaqlar bərabər. Demək, digər tərəfdə 9 olacaq. Və trapesiyanın perimetri 1, 2, 3, 4, 5 dənə 9-a bərabər olacaq. 5 9-un da bərabər olacaq 45-ə. 76-cı suala baxırıq. 76. Deyir, tərəfin diagonalı 12 olan rombun sayəsində. Bir romb çəkirik. Tərəf 10-dur. Diagonalı 12-dir. Diagonal çəkirəm. 12. 2 sınma yazma olar aşağılar. Digər diagonal çəkdən sonra rombun diagonalları perpendiklərdir. Oradan yaratmaq olar. Amma mən nə edirəm? Bir hündürlük endirirəm. Hündürlük endirdim. 90 dərəcə. Və bu bərabər yanlış, bax bu iştiraklərim yer bərabər yanlış bucaqdır. Bərabər yanlış bucağında, ümumiyyətlə üç bucağını da saysın. Bərabər yanlış bucaqda oturacağa çəkilmiş hündürlük həm də mediandır. 12-ni yarıya böldü 6, 6. Bu iştiraklərim düz bucaqlı üç bucaqdır. 6, 8, 10 Pifaqor ədədləridir. Onda hündürlüyü 8 oldu, oturacağı 12 oldu. S bərabərdir 2-də 1 AHA, yəni 12 vurulsun 8. Bu da bərabərdir 6, 6, 8, 48. Uşaqlar 48, 48. Qırmızı ilə yazıram ki, bax bu hissənindir. Bu hissənin kvadratıdır. 48. İndi rombun diagonalı 12 bərabər sahili üç bucağa ayırırsa, deməli digər tərəfdə 48-dir. Onda ümumi rombun perimetri 48 + 48 bərabər olacaq 96 kvadratı. Vəssalam, bax belə. Yetmiş 7-ci suala baxaq. Hərəkət oxşarlıq uşaqlar, paralel köçürmədir. 77. Deyir, x ştrix bərabərdir, x çıx 1. Y ştrix bərabərdir, y plus 1. Düsturlarla verilmiş paralel köçürmədə 2 mənfi bir nöqtəsinə keçən nöqtəni. Bilmirəm hansı nöqtədir, amma keçib nəyə? 2 mənfi bir nöqtəsinə keçən nöqtənin koordinatları cəmini tap. Demək olar, belə lower dildə bunu deyək ki, hansı nöqtəymiş ki, bax, x çıxılsın 1 nə deməkdir? 1 vahid azalıb. Hansı nöqtəymiş ki, 1 vahid azalıb 2 olub. Deməli, 3 nöqtəsiymiş ki, 1 vahid azalıb 2 olub. Hansı nöqtəymiş ki, 1 vahid artıb mənfi 1 olub. Deməli, bu mənfi 2 imiş ki, 1 vahid artıb mənfi 1 olub. Deməli, nöqtənin koordinatları 3 ilə mənfi 2 oldu. Bunun da koordinatlarının cəmini soruşur. Cavab olacaq 1-ə bərabər. Növbəti 78-ci sual. 78-də şəklini çəkək görəklə nə göstərir? Deməli, x, y,
B 135 dərəcə. O koordinat başlanğıcıdır. A, Y üzəri 10 nöqtədir. Deməli, hündürlüyü endirilibdir. C nöqtəsinin koordinatları 4, 4, 4. Demək olar, buradan baxaq ki, D şəkildə verilən AB düz xətti ilə Y bərabər X düz xəttinin kəsiş nöqtəsi C 4, 4 olarsa, OAB-ni tapın. S 3 bucaq OAB-ni. Yəni, rəklənən uşaqlar bizdən bu 3 bucağın sayəsini soruşur. Deməli, 135 dərəcəsə qonşusu 45-dir. Uşaqlar, bu 90 dərəcə olduğuna görə bu iti bucaq da 45-dir. Söhbət bizdə düzbucaqlı koordinat sistemindən getdiyinə görə 90 dərəcəli bucaq altına çəkilməlidir. X oxu, Y oxu 45-i varsa 45 çatmır. Bu 90-ın qonşusu da 45-dir. Deməli, burada 45-dir. İndi fikir verin nəyə uşaqlar? C nöqtəsinin koordinatı ki var ha. X-in 4, Y-in də 4 qiymətidir. İndi burada uşaqlar OCB düzbucaqlı üçbucağı oturacağı iki bucaqları 45-45 isə bərabər yanıdır. Bərabərində oturacağa çəkilmiş hündürlük həm də nədir? Mediandır. Oturacağa çəkilmiş hündürlük həm də mediandır. Deməli, buradan bura qədər məsafəmiz əgər 4-dürsə, çünki 0-dan 4-ə qədərdir də, buradan bura da 4-dür. Ümumi katetimiz oldu 8-ə bərabər. Eyni hərəkət burada da var. 45-45 katetlər bərabərdir. Deməli, həm də mediandır. Yəni, buradan bura qədər məsafə 4-dürsə, buradan bura qədər məsafə də 4 olacaq. Ümumi katetimiz olacaq 8. Deməli, düzbucaqlı üçbucağın sayısı da katetlər hasının yarısına bərabərdir. 8 vur 8 bölünsün ki, 64, 64-ü 2-yə böləndə 32 eləyəcək cavabımız. Növbətiyə baxaq görəylər. 79-cu sual. 79-a baxaq. Deməli, qraf ki, M 6, 10 nöqtəsindən keçən Y bərabərdir kök altında x kvadrat plus mx plus 28 funksiyasının qiymətlər çoxluğunu tapın. Deməli, 6, 10 nöqtəsindən keçirsə, x-imiz 6-dır, y-imiz 10-dur. X-a 6 veririk, 6 veririk, y-ə 10 verib, m-i tapacaq. Onda 10 bərabərdir kök altında 36, üzərinə gəl 6m, üzərinə gəl 28. Və buradan 6m üzərinə gəl 36 ilə 28, 50, 64 eləyir. Yəni, biz bunu kvadrata yüksətsək, onun da kvadratı bərabərdir 100. Buradan 6m bərabərdir 36, m bərabər oldu 6-ya. Və funksiyamızı yenidən yazırıq. Funksiyanı yenidən yazırıq. Deməli, y bərabər oldu kök altında x kvadrat, m-i yerinə 6 tapmışam. Üzərinə gəl 6x plus 28-in qiymətlər çoxluğunu tapaq. Bunu düsturla da yaza bilərik. Yəni, m bərabər 4ac çıxılsın b kvadrat böl 4-ə və ya içəridə kvadrat müxtəsər modül yaratsaq. X kvadrat plus 6x. 2 mislini çıxsaq 3x qalır. Onda plus 9-dur. Plus 28-dəki 9-un götürmüşəmsə 19-u qalıbdır. Bu da bərabərdir. Kök altında x plus 3-ün kvadratı plus 19. Getdi 0-a. Qaldı kök altında 19. Onda bizim qiymətlər çoxluğu y olacaq qapalı intervalda kök altında 19-dan ta müsbət sonsuzluğa qədər. Növbəti 80-ci suala baxaq. Deməli, şəklimizi çəkək 80-ci sualda. Bir trapesiya veribdir. Deməli, A, B, C, D, C-Y paraleldir. AB-yə və BF tam yaxşı çəkmədik. Formada daha yenidən çəkək biraz. Zadaq ki, yaxşı görsənsin. Deməli, vay. Nəysə, belə bir paralellikdir. A, B, C, D, Y, F. Bu da O'dur.
Kesişmə nöqtəsidir. Diagonal deyil də burada. Diagonalların kesişmə nöqtəsi deyil. Neyse, ürəyimizə yatmadı. Biraz şəkli səliqəli çəkərək görəylər. Deməli. A, B, C, D. Bunları paraleldir. Da paraleldir. F, Y. Bu da O nöqtəsi. Və ABCD trapesiyasında BF CD'ye paraleldir. CY AB'ye paraleldir və DY'nin AY'ye nisbəti 8-in 3-ədir. Demək uşaqlar, AY burada onda 3K'dır. DY isə D'dən Y'yə ümumi 8K'dır. Burada əgər paralelogramdırsa ABCY, AY 3K'dırsa BC də 3K'dır. Uşaqlar, BC 3K'dırsa FD də 3K'dır. Ümumi Y'dən D'yə 8K isə deməli YF də 5K'ya bərabər olacaqdır. Və burada ümumi trapesiyanın sahəsində çəkmək olar. Mən buna bir hündürlük endirsəm, bir hündürlük çəkdim. Və ya buradan da bir hündürlük çəkə bilərik, fərqi yoxdur. Trapesiyanın onsuz da hündürlükləri bir-birinə bərabərdir. Buradan SCYD, SCYD bərabərdir. Həm bizdən nəyi soruşur, onu da yazan uşaqlar. S üçbucaq CYD. CYD'nin S üçbucaq BCD'yə nisbətini soruşur. Burada CYD. Mən bura bir H desəm, burada bir H olacaq da. CYD'nin sahəsi, bax, rəngləyirəm uşaqlar. CYD'nin sahəsini. Gir vereyim. CYD'nin sahəsi, üçbucağın sahəsi oturacaqların hündürlüyü ilə oturacağı hasilinin yarısına bərabərdir. CYD'nin oturacağı 8K'dır. 2'də 1, 8K vurulsun hündürlük. Bu deyir 4KH. Bu elədir 4KH. Sonra ümumi trapesiyanın sahəsi S, A, B, C, D. Trapesiyanın sahəsi oturacaqlar cəminin yarısı ilə hündürlük halsına bərabərdir. Uşaqlar, bir oturacağı 3, 5, 8, o da 3, 11'dir. 11K üstəcə kiçik oturacağı 3K'dır. Bölünsün ki, vurulsun elə həmin hündürlükdür. 14, 2'ye böləndə 7KH. Bu trapesiyanın sahəsi. İndi S, BAF'in sahəsinə baxaq. BAF'in S üçbucaq, BAF'in sahəsi 2'də 1. BAF'i də rəngləyək. BAF'i də başqa rənglə rəngləyək. Tutaq ki, deməli, BAF də budur uşaqlar. Bax, BAF'in sahəsi. BAF'in sahəsi də 2'də 1 vurulsun. BAF'in AF oturacağı 8K'dır. Vurulsun hündürlük. Bu deyir 4KH. Bu da 4KH. İndi burada baxaq görək nəyə. Bizim uşaqlar paralelogramımız da var burada. Paralelogramımız da var. Paralelogramın da sahəsini tapa bilərik. Paralelogram burada BCFD'dir. BCFD'də hündürlük H-dır. Paralelogram oturacağı da 3K'dır. Onda S paralelogram belə deyək də BCDF'in sahəsi AH-dır da paralelogram sahəsi. Yəni 3K vurulsun H-dır. Bu paralelogram sahəsidir. Və buradan bizdən nəyə soruşacaq uşaqlar? BCD'ni bir dənə əlaqələndirək burada. BCD'ni əlaqələndirək. Bu BCD var ha. Bu həmin indi axırıncı yazdığım 3KH var ha. O BCDF paralelogramını diagonal yarıya böldü sahəni. Bax, bu BCD'dir. Ümumi paralelogramın BCDF paralelogramının yarısıdırsa, onda S üçbucaq BCD bərabərdir 3KH-ın yarısı. 3KH-ın yarısı, yəni 1,5 KH. Bunu tapdıq, bundan işimiz yoxdur. Bir dənə bizə qaldı nə? CYD-ni. Biz də CYD-ni də tapmışıq buradan. 4KH idi. İndi bizdə sonda nəyə soruşur? Deyir ki, S üçbucaq CYD-nin S üçbucaq BCD-yə nisbət. Deməli, mən CYD-ni tapmışdım 4KH. BCD'ni tapmışdım 1,5 KH. KH'lar ixtisar etdi. Qaldı 4 bölünsün 1,5. Tam vurub 0 atsaq 40 bölünsün 15. 5 ixtisar etsə qalır 3. 5 ixtisar etsə qalır 8.
Nisbət şəklində soruşursa, çox güman ki, 8-in 3-ə nisbətdə qalacaqdır. Bu belə. Növbətiyə baxaq. Seksen, 81'e baxaq. Deyək, çevrə daxilinə çəkilmiş bərabəryanın trapezi. Bir çevrə çəkək. Trapesiya. Bərabəryanın trapezi olur. Trapesiyanın xaricində çevrə çəkilibsə, trapesiyanın oturacağı çevrənin diametri üzərinə düşür. Deməli. Belə bir trapesiyadır. Çevrə daxilinə çəkmiş bərabəryanın trapesiyanın, bu mərkəz uşağı. Diagonalı yan tərəfə perpendikulyardır. Mən bir diagonal çəkdim. Yan tərəfə perpendikulyardır. Həqiqətən də diametrə söykənən daxilə çəkmiş bucaq 90 dərəcədir. Buradan da bilirik. Perpendikulyardır. Diagonal böyük oturacağı bitişik bucağın tənbüləndir. Böyük oturacağı bitişik bucağın tənbülənsə alfa yazıram uşaqlar. Və çarpaz olduğuna görə digər tərəfdə alfadır. Onda bunlar bərabər yanlıdır. Çünki oturacağına bitişik bucaqlar bərabərdir. Həmçinin bu da bərabər yanlıdır yan tərəflər trapesiyanın. Kiçik oturacağı 6 cm-dir. Əgər kiçik oturacaq 6-dırsa, yan tərəfdə 6-dır, digər yan tərəfdə 6-dır. Bizdən çevrənin uzunluğunu soruşur. Yaxşı. Baxaq görək, nə edə bilərik burada? Nə edə bilərik burada? Deməli, çevrə daxilinə çəkilmiş bərabəryan trapesiyanın diagonalı yan tərəfə perpendikulyardır. Diagonal böyük oturacağı bitişik bucağın tənbüləndir. Hə, bərabəryanın trapesiyada axı oturacağı bitişik bucaqlar bərabərdir. Bura 2 alfadırsa, deməli burada 2 alfadır. Və bu iştiqlədiyim, yəni bu rəngslədiyim 3 bucaq düz bucaqlı 3 bucaqdır. Düz bucaqlı 3 bucağın iti bucaqlarının cəmi 90 dərəcə olmalıdır. Yəni alfa ilə 2 alfanın cəmi 90 olmalıdır. 3 alfa bərabərdir 90, alfa bərabərdir 30 dərəcə. Əgər bu 30-dursa, digəri 60 olacaq. İndi şalab rəngslədiyim yerdə bax, 30 dərəcənin qarşısı 6-dır. 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı. Deməli, hipotenuz 12-dir. Hipotenuzun 12 olması demək, diametrin 12 olması deməkdir. Və bizdən də çevrənin uzunluğunu soruşur. Çevrənin uzunluğu da diametrə görə pi-d'dir. Yəni, pi vurulsun 12 diametrimizdir. Olacaq 12 pi-yə bərabər. Vəssalam. Növbət 82-ci suala baxırıq. 82. Deyək, cəmi 23 olan 3 müsbət ədədi silsilə, 3 müsbət ədədi silsilə əmələ gətirirsə, ədədi silsilə əmələ gətirir. Bu ədədlərə uyğun olaraq 200 və 9 əlavə etsək, alınan ədədlər həndər silsilə əmələ gətirir. Həndər silsiləni vurğun tap. Demək olar, ədədi silsilə dedikdə ağlımıza gələn A1, A2, A3-dür. Və bu üçünün cəmi bizə verir 21. A1-in açılışı yox, A2-nin açılışı A1 üstəgəl D-dir, A3-ün açılışı A1 üstəgəl 2D-dir. Və bunları toplasaq, A1 üstəgəl A1 üstəgəl D üstəgəl A1 üstəgəl 2D bizə verəcək 21-i. A1-ləri toplayanda eləyir 3A1 üstəgəl D ilə də 2D-ni toplayanda 3D bərabərdir 21. Hər tərəfini 3-ə bölsən, A1 üstəgəl D bərabər olacaq 7-yə. Və buradan A1 üstəgəl D 7-dirsə, orta hədd 7-dir. A1-i tapsaq əgər 7 çıxılsın D olacaq. Deməli, A1-də 7 çıxılsın D-dir. Əgər A3-ü tapsaq, A3 A1 üstəgəl 2D-dir. Mən A3-ü A1 üstəgəl 2D yox, D üstəgəl D yazsam, A1 üstəgəl D bizdə 7-dir. Onda A3 olacaq 7 üstəgəl D. Mən də bunu yerinə yazıram 7 üstəgəl D. Deməli, ədədi silsiləmin ardıcıl hədləri oldu. 7 çıxılsın D, 7 və 7 üstəgəl D. Deyir, bu ədədlərə uyğun olaraq birinciyə 2, ikinciyə 3, üçüncüyə 9 əlavə eləsək, həndəsi silsilə yaranar. Deməli, burada elədi nə qədər? 9 çıxılsın D. Bu, ortadakı hədd 10 elədi, növbəti də 16 üstəgəlinsin D. Həndəsi silsilədə də həndəsi ortadan götürsək, həndəsi orta nə idi? 2 ədədin ortasındakı ədəd, digər kənardakı ədədlərin həndəsi ortası, yəni kök altında hasilinə bərabər 9 çıxılsın D, 16 üstəgəl D. Kvadratı yüksəldib, çoxhədlini çoxhədliyə vursaq, deməli 9-u 16, bunu kvadratı yüksəldəcəm də, bunu da kvadratı yüksəldirəm. 9-u 16-ya vuram, 9-10, 90, 9-6-nın 54, 144,
Üstə gəl 9D, çıxılsın 16D kvadrat, çıxılsın 16D, çıxılsın D kvadrat. Bərabərdir 10 da kvadrat yükseltmişik 100. Mənfi D kvadrat, 9D çıxılsın 16D, mənfi 7D. 100'ü də atsaq sol tərəfə çıxılır, edir üstə gəl 44 bərabər 0-a. Və bunun hər tərəfi mənfiyə vursaq, D kvadrat plus 7D çıxılsın 44 bərabər 0-a. V-lə köklərini tapsaq, D1 bərabərdir mənfi 11, D2 bərabərdir müsbət 4. Təbii ki, D mənfi ola bilməz, çünki burada hədlər müsbət olmalıdır. Mən əgər D-nin yerinə mənfi 11 qoysaq 3-cüdə, 7-dən 11 çıxılsın, mənfi 4 edəcək, bizə hədd mənfi olacaq. Bizdə hədd müsbət olmalı. D2-ni tapdım 4. Bizdə də ədədlərimiz bax bunlardır. Fikir verin uşaqlar, bax burada. 4 qoysam birinci ədədim 5 oldu. İkinci ədədim onsuz da 10 idi. 4 versəm üçüncü ədədim 20 oldu. Həndə silsilənin hədləri olur 5, 10, 20. Silsilə vurğunu da tapmaq üçün ikincini birinciyə bölürük, eləyir 2. Və ya üçüncünü ikinciyə də bölsək yerində 2 olacaq. Cavab olacaq 2-yə bərabər. Növbəti 83-cü suala baxırıq. Deməli 83-cü sual. Deməli y bərabərdir ax kvadratı plus bx plus c. Funksiyasında a, b və c-ni tapın. Funksiyanın simmetriya oxunun tənliyini yazın. Hər ikisini soruşur. A, b və c-ni tapın. Funksiyanın simmetriya oxunun tənliyini yazın. Deməli uşaqlar, funksiyanın tənliyini yazaq. A vurulsun x minus x1, x minus x2. Burada uşaqlar x1 və x2 x oxunu kəsdiyi nöqtələrdir. Biri mənfi 1-də kəsib, biri 7-də. Onda bu olacaq a vurulsun x minus mənfi 1, yəni x plus 1 və x minus 7. Bizə qaldı bir dənə burada a-nı tapmaq. Uşaqlar, c-dəki y oxunun kəsdiyi nöqtədə x-lar 0-dır. Mənfi 14 ki var ha. Bax, burada x-lara 0 versəm, y-imiz olacaq mənfi 14. 0 versəm 1, mənfi 7. Mənfi 7-dən a-ya vuranda mənfi 7a bərabərdir mənfi 14. A da buradan bərabərdir müsbət 2-yə. Və bizdə y bərabər oldu. Müsbət 2 vurulsun x plus 1, x minus 7. Bunu tapdıq. Və a-nı, b-ni, c-ni desə, biz bunları vurub açmalıyıq da. 2 vurulsun x kvadrat çıxılsın 7x, üstə gəl x çıxılsın 7 bərabərdir. 2 vurulsun x kvadrat çıxılsın 6x çıxılsın 7. Bu da bərabərdir. 2x kvadrat çıxılsın 12x çıxılsın 14. Demək uşaqlar, ax kvadrat plus bx plus c-də a bərabər oldu 2, b bərabər oldu mənfi 12, c bərabər oldu mənfi 14. Simmetriya oxunun tənliyini deyirsə, x bərabərdir mənfi b bölünsün 2a-dır. Mənfi b-si mənfi 12-dir, 2 vurulsun a-sı da 2-dir. Mənfi mənfi müsbət 12-ni 4-ə vuranda 2-ni vuranda 4, 12-ni 4-ə böləndə 3 elədi. Vəssalam, cavabımız oldu 3-ə bərabər. Növbət 84-cü suala baxırıq. 84. Fx bərabərdir 5x plus 4 bölünsün x plus 3 funksiyasının qiymətlər çoxluğunu tapın. Deməli, burada uşaqlar x təyin oblastı, yəni x plus 3 mütləq şəkildə fərqli olmadı 0-dan, x fərqlidir mənfi 3-dən. Bu heç. İndi burada fx-in sinonimi y idi. Onda y bərabərdir 5x plus 4 bölünsün x plus 3. X, y əvəzləməsi aparıb, x-ə görə təyin oblastını tapacaq. Məxrəcə bir atıb çarpaz vursaq, y-i bunların hər birisine vuranda eləyir. Y, x üstə gəl 3y. 1-ə də vuranda bərabər 5x plus 4. Və y, x 5x-i atıram sola çıxılsın 5x bərabərdir 4. 3y-i atıram sağa çıxılsın 3y. Hər birisindən x-i çıxarsam, y çıxılsın 5x bərabər 4 çıxılsın 3y. Və x bərabərdir. X-in yanındakını atırıq məxrəcə. Sürətdə 4 çıxılsın 3y. Sürətin önəmi yoxdur. Təyin oblastı mənim sonsuzluğum müsbət sonsuz. Amma məxrəc, yəni y çıxılsın 5. Mütləq şəkildə 0-dan fərqli olmalıdır. Y də fərqlidir 5-dən. Y yəni funksiyanın qiymətidir. 5-dən başqa istənilən qiyməti ala bilər. Bu da nə deməkdir? Mənim sonsuzluqdan 5-ə qədər birləşmə 5-dən müsbət sonsuzluğa gedir. Və nəhayət sonuncu sualımıza baxaq. Bir hüceyrə 30 saniyədən bir 2 hissəyə bölünürsə 3 dəqiqə sonra neçə hüceyrə alınır? Deməli, uşaqlar, 1 saniyə 1 dəqiqədir. Biz 3 dəqiqəni burada 85-ci sualdıq. 3 dəqiqəni çevirək saniyə. 3 vurulsun 1 dəqiqə 60 saniyədir. Elədir 180 saniyə. Deməli, uşaqlar, 180 saniyənin içərisində hər 30 saniyədən bir dövr edirsə, deməli bu 6 bölünmə eləyib. 6 bölünmə yerinə yetirib.
Hər bölünmədə də 2 hissə ayrılsa 2 dəfə 2 qat 2 qat, yəni 2-nin misli qədər artırsa 2 üssü n olacaq düsturumuz. Yəni 2 üssü n-in də yerinə 6 bölünməmiz 6 olacaq. 2-ni də 6 dəfəsinə vuranda 64 eləyəcək cavabımız. Bu qədər uşaqlar. Sağ olun.